Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne asdaqal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrel umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Həmd aləmlər Rəbbi olan Allaha məxsusdur. Ona həmd edir, ondan kömək və bağışlama diləyirik. Şəhadət edirəm ki, Allah subhanahu wa ta'adan başqa ibadətə layiq, haqq olan məbud yoxdur. Və şəhadət edirəm ki, Muhammed sallallahu aleyhi və aleyhi və səlləm onun qulu və elçisidir. Möhtərəm qardaşlar, birincisi ilk olaraq Allah subhanahu diləyirəm ki, hər birinizə Allah subhanahu bərəkət versin. Allah subhanahu öz dinində sizləri sabit eləsin. Gözəl bir aydan çıxdıq, daha doğrusu gözəl bir ibadətdən. Necə bilirsiniz ki, həm ilin sonudur. Fikir verin, Allah subhanahu wa ta'ala yəni İslamın ərkanlarını belə ən sonuncusunu savabdır elə ilin elə sonuna. İl onunla bitir, ərkanla bitir, Zilhiccə ayı. Ondan sonra gəlir Muharram ayı. Yəni bu ibadət barəsində danışdıq. Bu ibadət yəni elə belə bir şey deyil. Həcc böyük bir ibadətdir və bu həcc insana təsir eləməlidir. Həcc insanı dəyişməsə, nə insanı dəyişəcək? Sən gəlib bu boyutda şeyləri görüb burada, gedib, yəni oturursan məsələn dərslərdə, eləyirsən, dərsə fikir vermirsən, oturursan dərsdə telefonla oynayırsan, məsələn öz hayallarında, o halda necə olacaq? O dərsdən sən heç bir şey almırsan. Çox insanlar görürsən ki, cismən orada olurlar, amma ruhən başqa yerdə olurlar. Bu halda əlbəttə ona görə görürsən, insan oturur və dərsdən heç bir fayda eləmir. Və yaxud da görürsən, Allah Rasulü sallallahu aleyhi ve sellem bir dəfə bir insan pis iş görür, çox pis iş görür, böyük günahlardan eləyir. Yəni ki, ailəsi ilə demək olar, bütün eləyəcək şey eləyir bir qadınla. Və gəlir, deyir ki, Allah'ın elçisi, mən neynim? Deyir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem, sən deyir, bizimlə namaz qıldın mı? Yəni cəmaat namazını. Sonra deyir ki, yaxşı işlər, pis işləri yuyub aparır. Sözü ki, bu bilirsiniz nətəri, qardaş, bu namazdan gedir söhbət burada. İnsan görürsən ki, bir günə namaza daxil olur və namazdan çıxır heç elə öz fikrində. Və yaxud namazda daxil olur və elə həmən mesajlarını davam edir. Namazdan çıxan kimi alır telefonun alına, başlayır məsələn davam eləməyə, yazmağa. Bu nəyə dəlalət edir? O dəlalət edir ki, o insan namazda olduğu halda belə harda idi? O mesajlarda idi. O işin içində idi. Amma sən namazdan qabaq neynəməlisən? Yəni özünü biraz Allahın zikrinə məşğul eləməlisən. Yəni daxil olmalısan ora. Ki özünü hazırlamalısan, bilməlisən kimin qarşısında durursan. Və həmçinin namazdan sonra dərhal çıxma, otur, durma, zikirlərini bitir, savabını qazan. Və təsəvvür edin ki, İbn Ütheymin rahimehullah nə deyir? Deyir ki, insan əgər zikr eləyirsə, bil gözü əgər məsciddə belə ora-bura baxırsa, bil ki, o zikirdə deyil. Heç kimlə danışmırsan, heç nə, telefona baxmırsan. Sadəcə zikir eləyirsən, amma gözün orada-burada gəzir. Deyir, o zikir deyil. Öz-özünü aldadır. Təsəvvür bizim halımıza baxın. Zikir eləyirsən, böyrdən qardaşına soruşur, hə, cavab verirsən və yaxud qulaq asırsan, zikir eləyirsən. Və yaxud da subhan, və yaxud da belə. Yəni, olmur belə. Ona görə insan nə eləməlidir? O ibadətin içində olmalıdır. Allahın izni ilə. Tövsiyə edəcəyim ki, hər birimizə aiddir sözsüz ki, Allah subhanahu hər birimizi rəhm eləsin. Necə bilirsiniz ki, şeytan yəni insana bəziyibdir. Nəyə bəziyibdir? Yəni bu dünyanı bəziyibdir. Çox insanlar görürsünüz ki, bu dünyanın bərbəzəyini aldanırlar. Allah subhanahu wa ta'alənin yolundan uzaqlaşırlar. Görürsən, insandır, hər şey var, məsələn, namazı da var, saqqal da var və yaxud da örtüsü var, qadındır və s. Görürsən, mültəzimdir dindən, amma dünya onu həlak eləyibdir. Rahatçılıq tapa bilmir. Nəyə görə? Allahın yolundan çox uzaqlaşıbdır. Yəni, insanı Allahın yolundan uzaqlaşdıran ən böyük fitnələrdən biri də ki, dünyadır. Yəni, dünyanın zahiri gözəllikləri, bərbəzəyi,
malına, şöhrətinə və ləzzətlərinə aldanmaqdır. Şeytan insanların çoxunu bu qapıdan avladır. Çoxunu bu qapıdan avladır. İnsan dünyanı əbədi məkan kimi görür. Sanki əbədidir. Bitməyəcək kimi. Lakin Allah subhanahu wa ta'ala bunu necə adlandırır? Onu keçici adlandırır. Və yaxud Allah subhanahu wa ta'ala bunu bizim üçün keçici etmişdir. Keçici bir həyatdır. İndi Allahın izni ilə, Allahın müvəffəqiyyəti ilə növbəti ayələrdən və Allah Rəsulü hədislərindən tam şəkildə bunu biləcəyik. Sözsüz ki, çoxsunu bilirik, amma xatırlatmaq həqiqətən möminlərə fayda verir. Allah subhanahu wa ta'ala dünyanı necə adlandırır? Yəni, dünyanın həqiqi bərbəzəyini. Fikir verin, ayədə gəlir, Əl-İmran surəsinin 14-cü ayəsində. Qadınlar, uşaqlar, qızıl, gümüş yığınları, yaxşı cins atlar, mal, qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövcüdür. Gözəl dönüş yeri isə Allah yanındadır. Bunlar hamısı görürsən, insan Allah subhanahu burada ən insanı ağladan şeyləri sadalayır. Həqiqətən gözünü çox gözəlləşdirir. Çox gözəl görünür insan, ən ləzzət gələn şeylər. Amma Allah subhanahu bunlar hamısı nə adlanır? Keçici zövqdür. Əbədi hardadır? Allah dərgahında. Yəni, burada bu ayədən nə göstərilir qardaşlar bizə? Nə anlamına gəlir? Yəni, insan meyil etdiyi şeylər dünyada gözəl göstərilmişdir. Meyil etdiyi şeylər hamısı dünyada gözəl göstərilir. Lakin bunlar məqsəd deyil, imtihandır. Bunlar hamısı insan üçün imtihandır. Məqsəd nədir? Məqsəd axirətdir. Əbədidir. Əbədi olan şeyi keçici bir zövqlə dəyişmək olar? Əlbəttə ki, yox. Allah subhanahu wa ta'ala başqa bir ayədə buyurur. Bu da Hədid surəsinin 20-ci ayəsi, Əl-ayə. Birinci dünya həyatı ancaq oyun, əyləncə, bəzək, öz aranızda öyünmə və mal, dövlət, övlad çoxaltmaqda yarışmaqdır. İnsan nə edir? Mal, dövlətdə və övlad çoxaltmağında yarışır bir-birindən. Dünya bərbəzəyi. Dünya bərbəzəyinə uyanların bəzi xüsusiyyətləri. Birinci, diqqətlə qulaq asın, qardaşlar. Yəni, faydalamaq üçün diqqətlə qulaq asmaq lazımdır. Sonra görürsünüz ki, dərsdən yəni heç fayda olmur, heç nə dəyişiklik olmur insanda. Yəni, kimsə sənə nəsə yazıbsa, 5 dəqiqə gec verirsən cavab, 10 dəqiqə gec verirsən, heç nə olan deyil. Dünya yəni bərbəzəyinə uyanların bəzi xüsusiyyətləri. Birinci, zahirə alınanlar. Zahiri görkəmə. Allah subhanahu onlar dünya həyatının zahirini bilirlər. Allah subhanahu deyir, Rum surəsinin 7-ci ayəsində, Rum surəsinin. Lakin axirətdən qafildilər. Dünyanın bərbəzəyini görürsən, bilirsən, amma axirətdən qafildir o insan. Əgər tam şəkildə aldanıbsa dünyaya, deməli axirətdən qafildir. Belə insanlar nə edirlər? Evini, geyimini, vəzifəsini və qazancını düşünür. Lakin qəbir, hesab, axirət və yaxud axirədə hazırlığı unudur. Yalnız nə fikirləşir? Vəzifə, ev, gün budur, sabah o birisi olsun. Və s. axir. İkinci isə dini hökmlərini dünya mənfəətinə qurban verirlər. Bir qazanc üçün yalan danışır, harama düşür, haqqı gizlədir. Yəni bunlar əlhəmdülillah çoxunuz tacirsiz,
insandan oturup durursunuz. İlə mən rahimallah. Allah rəhm eləklərindən başqa. Yəni o demək deyil insana işləməsin, gücləməsin. Sonra görürsən ki, belə şeylərdən nə qədər rast gəlirsən. Sonra görürsən ki, subhanallah, buna dəyişiblər. İnsan yalan danışır. İnsan haqqı gizlədir dünya mənfəətinə görə. Və s. Allah subhanahu ta'ala Əl-Bəqərə surəsinin 41-ci ayəsini deyir. Allahın ayələrini ucuz qiymətə satmayın. Allahın ayələrini ucuz qiymətə satmayın. Bura hamısı daxil olur. Hər şey. Hər şey. Üçüncü qardaşlarım, təkəbbür qapıları. İnsana təkəbbür qapıları. Mal və vəzifə insanı lovğalandırır. Və yaxud da lovğalandıra bilər. Allah qorusun. Allah subhanahu ta'ala buyurur. Əl-İsra surəsinin 37-ci ayəsində. Yer üzündə təkəbbürlü gəzmə. Və yaxud təkəbbürlə gəzmə. Yəni, insan malının gəlib getməyi ilə, çoxalmağı ilə nə eləməməlidir? Yəni, onu o aldanmamalıdır. Təkəbbürləndirməməlidir. Onu verən səhi kimdir? Allah subhanahu ta'ala. Yəni, belə deyək, bizim elə eşitdiyimiz, Quranda da xatırlanan bizə Qarun malını allandı və həlak oldu. O sahib olduğu sərvət Allahdan olduğunu unutmuşdu. Onun o sahib olduğu sərvətin özünü beğenirdi. Unutmuşdu ki, bu Allahdandır. Tamamilə unutmuşdu. Böyük ibrətdir. Qarun ibrəti. Allah subhanahu wa ta'ala Əl-Qəsəs surəsinin 79-cu ayəsində buyurur. Qarun öz bərbəzəyi içində qövmünün qarşısına çıxdı. Böyle bərbəzəyi içində var, dövləti ilə, nəyi var, hamısı ilə. Nə dedilər insanlar? Kaş Qaruna verilən bizə də veriləydi. Bizim fikir ver. İnsanlar onun malına heyran qaldılar. Lakin elm sahibləri nə dedilər? Ahirətdən qorxanlar, Allahdan qorxanlar, ahirət düşünənlər. Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar. Qəsəs surəsinin 80-ci ayəsi, növbəti ayə. Görsən, insan neynədir? Bax, həmən bəlbəzəyə, dünya olanlar deyir, kaş ki, bu bizə də veriləydi. Fikirləşmir amma haramla verilib ona, nə ilə verilib, düzdürmü? Sən bir gündə elə görürsən ki, ibadət əhlidir. Böhrünün ki, hansı bahalım aşağı, mənim də olardı bundan. Həmən meylənir, kimsə evin gördür, mənim də bundan olardı. Və s. Görürsənmi? Nə bilirsən, o insana o maşın bəla olaraq verilibdir, imtihan olaraq verilibdir və yaxud da ki, ahirəti satın alıb da onunla. Sən Allahdan istə, özün üçün Allahdan xeyirlisini istə. Aldanma. Sonra isə Allah subhanahu ta'ala Qarunu və sarayını yerə batırır. Bizə bilirsiniz ki, tamamilə. Qarunu var dövləti ilə, sarayla bir yerdə hamısını yerə batırır. Bu hadisə, əziz qardaşlarım, nə göstərir? Bu hadisə onu göstərir ki, dünyanın bərbəzəyi insanı aldada bilər. Lakin Allah qatındakı nemətlər daha xeyirlidir. Allah qatında olan nemətlər daha xeyirlidir. Peyğəmbərimiz s.ə.v yəni dünya münasibəti necə olubdur? Allah Rasulü s.ə.v Peyğəmbər s.ə.v hədisdə buyurur, Tirmizdə gəlir. Mənim də dünya ilə nə işim var? Fikir verin, diqqətlə. Mənim və dünyanın misalı bir ağacın kölgəsində dincəlib sonra oranı tərk edən bir yolcu kimidir. Necədir? Necədir? Necədir Peyğəmbər s.ə.v? Hədisi. Bir də deyirəm, bir də olsa soruşacağım. Mənim Peyğəmbər s.ə.v dünya ilə onun münasibətini bildirir. Hədisdə gəlir.
Rasulullah sallallahu əleyhi və səlləm buyurur, deyir ki, mənim dünya ilə nə işim var? Mənim və dünya misalı nəyə bənzəyir? Bir ağacın kölgəsində dincəlib, sonra oranı tərk edən bir yolçuya bənzəyir. Musafirə. Musafir bir ağacın altında nə qədər olacaq? Yol keçir insan. Dincələcək, dincini alacaq, yorğunluğunu alacaq, necə sonra tərk edəcək oranı. Allah Resulü sallallahu əleyhi və səlləm dünyanı ona bənzədir. Sanki bir ağacın altında aynı bir vaxtlıq, 10 dəqiqə, 20 dəqiqə, yarım saat, 1 saat dincələn yolçuya. Yəni Allah Resulü sallallahu əleyhi və səlləm dünyanın nəyə bənzər, nə deyir? Yəni keçici olduğunu insanlara öyrədir. Daim. Daim bunu öyrədir. Həsən Əl-Basri rahmeullah dünyanı necə bizə bildirib, necə vəsf edib? Dünya görünüşü gözəl, lakin içi zəhərlə dolu bir ilandır. Nədir? Dünya deyir, görünüşü gözəl, lakin içi zəhərlə dolu bir ilandır. Cahillər ona yaxınlaşır, ağıllılar isə ondan çəkinərlər. Yəni bu Həsən Əl-Basri rahimehullahın dünyanı vəsf eləməyidir. İçi deyir, zəhər ilanla dolu. Cahil insan gelib yapmışlar ondan. Elə bilər ki, xoşdur, yaxşıdır. Amma ağıllı insanlar, elmli insanlar ondan qaçır. Əli İbn Əbi Talib radiyallahu anh buyurdu. Dünya deyir, köç edib gedir. Axirət isə gəlməkdədir. Siz axirət əhlindən olun. Dünya köçüb gedəcəkdir. Olmayacaq, amma axirət gəlməkdədir. Siz də nə olun? Axirət əhlindən olun. Qısa olaraq dünya məsələsinin fitnəsindən qorunmanın bəzi yolları. Yəni necə eləyə bilərik ki, ondan qorunmaq üçün, ki, insanın məsəl üçün aparmasın. Ölümü çox xatırlatmaq. Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləm buyurmuş, ləzzətləri məhv edən ölümü çox yad edin. Hədisdir. Quranla bağlı olmaq. Qurana bağlı olmaq. Quran qəlbə dünyanın həqiqi dəyərini öyrədir. Həqiqi dəyərini sən öyrədir Quran. Quran nə qədər bağlanarsan, nə qədər onu oxuyarsan, o qədər sən bilərsən onun dəyərini. Və bu birincisi nə? Ölümü xatırlatmaq. İkinci nə? Qurana bağlı olmaq. Üçüncü qardaşlarım, salih insanlar oturub durmaq. Salihlərlə birlikdə olmaq axirəti xatırladır insana. Sən məsələn, dünya əhlindən olacaqsan, çox zarafat edəndən, çox güləndən, mal, dövlət, minik və s. evlilik və s. Görürsən, elə geyirsən elə ora. Görürsən, məhv edirsən. Amma sən işində düşündü, sonra oturub duranda, çünki salihlərlə oturdur ki, onsuz zaten səhər çıxsan, axşam işin içində, düzdürmü? Nə vaxtda kiminsə də, oturub duranda, çay içəndə, yemək yeyəcək salihlərlə oturdur ki, ən azı da, ki, sənə axirəti xatırlatsın. Və bu nə oldu, qardaşlarım? Üçüncü, düzdürmü? Dördüncü nədir? Sədəqə vermək. Malı Allah yolunda xərcləmək. Dünya sevincini insanda zəiflədir. Allah yolunda xərclənir. Demək, beşinci, cənnət və cəhənnəmi düşünmək. Kim axirəti çox xatırlayarsa, dünya onun gözündə kisilər. Kim axirəti çox xatırlayarsa, cənnət, cəhənnəm, axirəti, sorğu, sualı, qəbir və s. dünya onun gözündə görürsən kisilər. Amma ondan uzaqlaşdırırsan, dünya sənin nə edir? Daha da böyüyür. Yəni, əziz qardaşlarım, görürsən ki, bugünkü gündə baxırıq, dünyanın bərbəzəyi çoxlarını aldatmışdır. Neçə zəngin, neçə hökümdar, neçə məşhur insan bu dünyanı tərk etmişdir artıq, gedibdir. Onlardan yalnız nə qalıbdır? Əməlləri. Onların yalnız əməlləri qalmışdır. Necə bizim qovum əqrəbəmiz, necə qardaşlar tanıdığımız, görürsən, artıq gediblər. Nəyə qalıbdır? Onların əməlləri qalıb.
Hətta qoyub var dövlətləri belə nə qədər sərvət olsa belə görürsə onun heç nə qalmayıb. Heç nə qalmayıbdır. Çünki Allah Subhanahu wa Taala bu Əl-Kəhf surəsinin 46-cı ayəsində bilir ki, mal, dövlət, oğul, uşaq bu dünyanın bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid edilə bilər, daha xeyirlidir. Ümid etibarilə daha xeyirlidir. Yəni bunlar hamısı mal dövlət o demək deyil ki, bizə qardaşlarım halal qazanmaq, insanın mal dövlətini artırmaq haramdır. Əksinə gözəl şeydir. Sadəcə o mal dövlət əgər qəlbə daxil olarsa, onda insan məhv olur. Nə qədər olsun, əlində olsun. Milyonların olsun, milyardların olsun, niyə də olmasın ki? Hər şeyin ən yaxşısı müsəlmanlar üçündür. Sadəcə qəlbinə daxil olmasın. Sadəcə sənin qayən o olmasın, məqsədin o olmasın. Əlhəmdülillah, amma sənin bir üçün imkanlı olmağın, sənin gözəl maşın sürməyin, gözəl geyim geyinməyin, onların heç biri bizə də heç qadağa deyil. Amma onu da unutmayın ki, yəni şeytan dayanmır, bəzir və sənin hardan zəif yerin var, oradan sənə yaxınlaşır. Elə isə nə etməliyik, qardaşlarım? Dünyanın bərbəzəyi aldanmamalıyıq biz, Allahın izni ilə. Çünki bu aldadıcıdır çox. Və nə etməliyik? Dünyanı axirət üçün etməliyik, axirəti vasitə etməliyik. Və həmçində ki, nə etməliyik? Yəni, dünyanın bərbəzəyini aldananlardan deyil, onu axirət üçün vasitə edənlərdən olaq. Yəni, vasitə elə də, əlhəmdülillah, elə bilərsən, var, Allah şükürlər olsun sonsuz sayda. Elə vasitə nə üçün? Axirət üçün. Bir dəfə bir gün biz o vaxtı elm alanda bir nəfər gəlir, şeyx bunu dərsində də sadalayır bizə. Bir nəfər gəlir buna, deyir ki, şeyx, oğlum üçün müəllim istəyirəm. Quran müəllimi ki, onu hafiz eləsin, öyrətsin. Bu Misirdə olubdu bu hadisə. Deyir, oldu. Deyir, mən deyir, o müəllimə deyir, nə xərci var, hamısını ödəyəcəm. Deyir, and içir, deyir ki, nəyim varsa ondan yarı böləcəm. Təsəvvür, nə tər israrlısı insan, elə də imkan adam deyil. Deyir, nəyim varsa, gündə qazancım yoxdur, deməsində deyək, 50 manat qazanmır, 25-ini ona verəcəm, 25-ini özümə götürəcəm. Amma bir dənə mənim oğlumu öyrətsin. Evimdə nəyim varsa, nə yeyirəmsə, onu ondan yarı böləcəm. Təsəllə, yəni belə danışır. İnsan görürsən ki, yəni həqiqi mənada şeyh bu misal gətirir. Yəni insan necə də dünyasını axirət üçün eləyə bilər. Amma elə də insanlar var, görürsən ki, 10 illərdə, 20 illərdə, səfərlərdə, imarətlər tikirlər, övladlarını oxutdururlar və s. Axırda da heç nə olmur. Nə övladdan heç nə olmur, nə onun qoyub getdiyi mal dövlətin heç nə olmur. Çıxıb gedir hamısı. Görürsən, Ömər ibn Abdüləziz rəhməllah və rəhəllahu anhu nə qoyub getdi? Heç nə. 17 övladından 14 dirhəm qoyub getdi, dinar. O dinarın hər birinə bir dənə qoyun almaq olardı. Neynədilər? Acından öldülər? Yox. Əksinə, uzun rəvayətdir. Bir rəvayətdə biz gəlir ki, 90 atlıya yaxın Allah yolunda oğlu öz malı, xüsusi malı ilə hazırlayır. 90 atlı. Sən nə deməkdir? Atı, onun atını sürən, onun silahı, onun ailələrlə deyib gəldiyi yeməyi, onun ailəsi varsa ailəsinə baxmaq, hamısı, əlhəmdülillah. Yəni, odur ki, ona görə insan, biz bir üçün neynəməyən ən çox hər tərəfli səbəb həmçindəki birinci növbədə bizim ailəmizdir. Zövcələrimiz, övladlarımız, bunları biz islah eləməliyik. Dünyadır, onlar hansı boş şeylər, gəlib gedən şeylər, bu geyim var, onu al, bu geyim, o yox. Geyimsən, misal olsun, problemi yoxdur ki, nə də geyinsən, əlhəmdülillah. Amma problem sabahlarım sən onları qoyub getsin cahil cəsəsində, dinsiz, imansız, Allah bilir nələr olacaq səndən, məndən sonra.
Ona görə daha çox çalışmalıyıq ki, bu tərəfdən güclü silahlan. O halda onda nə olur? Cəmiyyət də dəyişir. Çünki cəmiyyət nədən ibarətdir? Ailələrdən. Yəni bir sənin ailən, onun ailə islah olarsa, tərbiyəli böyüyərsə İslam üzərində və onda artıq cəmiyyət də dəyişir. Bəli. Ona görə daim çalışmaq lazımdır. Nə üzərində? Yəni birinci özümüzün üzərimizdə, sonra ailəmizin üzərində. Həmçinin insan nə qədər çox dünya ilə məşğul olsa, o qədər görürsən ailəyə təsir olur. Allah daha doğrusunu bilir. Allah Subhanahu bizə istifadə etsin. Allah Subhanahu Teala bizləri dünya fitnəsindən qorusun və qəlbimizi öz dinində sabit etsin. Və Allah Subhanahu Teala'dan diləyirəm ki, Allah Subhanahu qardaşın malına, mülkünə bərəkət versin. Allah Subhanahu evinə, əhlinə bərəkət versin. Allah Subhanahu xeyirli zürriyyətlər nəsib eləsin. Və həmçinin Allah Subhanahu diləyirəm ki, Allah bizim dövlət başçımızı qorusun. Allah Subhanahu ona daim kömək olsun, düzgün şəkildə qərarlar verməyə, onun ətrafını salih insanlarla eləsin. Ona hiylə quranları, ayağının altını qazananları ondan uzaq eləsin. Və həmçinin bizim dövlətimizə, millətimizə, xalqımıza kimlər ki hiylə qurur, Allah Subhanahu özü onun qarşısına alsın. Allah Subhanahu millətimizə, xalqımıza hidayət versin. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahe illə ent, əstəğfiruka və etûbu ileyk.